Qurban bayramının namazı necə qılınır? Qurban bayramının namazı 2 rəkətdir. Əgər fərdi qılsanız, niyyət, Qurban bayramının namazını qılıram, qürbətən ilallah olacaq. Və birinci rəkətdə Həmd surəsindən sonra bir surə oxuyacaqsınız. Ardıcan 4 qunut tutacaqsınız və 5 Allahu Əkbər deyəcəksiniz. Yəni, hər bir qunutun arasında təkbir var, Allahu Əkbər var. Ruku və səzdələri eləyəndən sonra ikinci rəkətdə yenə həmd və istənilən bir surə oxunur və ardıcan 3 qunut tutulur və 4 Allahu Əkbər deyilir. Və sonra yenə ruku və səzdələr yerinə yetirilib, təşəhhüd və salamlar deyilir. Bəzi alimlərin nəzərinə görə isə birinci rəkətdə 5 qunut var, ikinci rəkətdə isə 4 qunut var. Buna təqlid edəcəyiniz alimin risaləsinə müraciət edərək baxa bilərsiniz. Bu namazın qılınma qaydası Qurban bayramının günündə gün çıxandan zöhr azanına qədərdir. Bu namazın tam qılınma qaydası YouTube səhifəmizdə mövcuddur. Daxil olub oradan izləyə bilərsiniz.